Gəlin sözü düz danışaq. Əslində qardaşım, mən istəyirəm ki, o serialı indi niyyət eləmirik də, indi hələ sözdür də danışırıq. Hələ niyyət eləməyək, yəni sözdür. Mən o serialı Allah qoysa, ha vaxt tərcümə elətdirsəm, versəm aktyorlar səsləndirsələr, gözəl həmən o aktyorlara oxşayan obrazlı səslər tapacam. Yəni mən o serialı belə zat tərcümə eləməyəcəm. Yəni mən o serialı gözəl və su kimi tərcümə elətdirəcəm, səsləndirəcəm və montaj elətdirəcəm, səsləri quraşdıracam və o serial cəmi 28 dənə serialdır. Yəni düzdür, o serialı sifariş eləyən mənəm. Yəni mən dublyajın rejissoru ola bilərəm. Yəni mən onu da demək istəyirəm ki, biz burada yalandan çıxıb söhbət danışmaq istəmirik. Düzdür, gülə bilərəm, eləyə bilərəm, amma adam gərək kişi kimi sözün tutsun, eləsin, kişi kimi də sözünü versin. İndi mən çıxmışam söhbət studiyasına, mən də sözümü demək istəyirəm ki, mən burada yalan zat demirəm. Qurana and içirəm ki, mən o serialı Azərbaycan dilində verəcəm. Yəni, sizdən də xahiş edirəm ki, o serialı siz tərcümə eləyəndə aktyorlar qəşəng belə səsləndirsinlər. Mən də yəni sizdən bunu istəyirəm. Yəni, bir sifarişçi kimi. Bəyəxlam aktyor nəzərdə tutdunuz. Mən onu sənə demək istəyirəm ki, siz indi elə bilirsiniz ki, bizim ASTV Kino Məkan Dublyaj studiyasında güya aktyorlar pis səsləndirirlər. Yox əziz qardaşım, bizim aktyorlar qəşəng və super tərcüməçilər eləyirlər. Bizim aktyorlar isə səsləndirirlər. Mən özüm dublyaj aktyoruyam. Yəni gizlətmək istəmirəm. Yəni indi mən bura çıxdığıma belə baxma, sənin söhbət elədiyimə baxma. Düzdür, bura söhbət studiyasıdır. Biz burada insan kimi söhbət eləyirik. Yəni mən onu da sənə deyirəm ki, amma dublyajda mən belə danışmıram. Yəni sakitcə, oranın belə sakitçiliyi var, zadı var. Yəni biz orada səsləndirəndə gərək sakit səsləndirək. Belə şey olmaz. Yəni indi mən gənə də sənə demək istəyirəm ki, sən indi elə bilərsən ki, ASTV Kino Məkan Dublyaj studiyasının səsləndirən aktyorlar zəifdir. Yox, bizim aktyorlar super və əla səsləndirirlər. Gənə də onu sənə demək istəyirəm ki, məsləhət sənindir və özün biləsən, söz sizdədir. Mən onu demək istəyirəm ki, qardaşım, xətrinizə dəyməsin. Mən bura çıxmışam ki, ASTV-nin aktyorlarını pisləməyim, dublyaj aktyorlarını. Əgər mən ASTV Kino Məkan Dublyaj studiyasının aktyorlarını belə pisləsəydim, mən bəs niyə bura çıxmışam? Mən çünki onları pisləmirəm, mən çünki onları sevmişəm, bura çıxmışam, öz ürəyimin qəlbi ilə. Mən onu da demək istəyirəm ki, gənə də nə qədər olsa sizin komandanız qəşəng tərcümə eləyən komandadır. Yəni onu da demək istəyirəm ki, həqiqətən də sizin kimi gözəl komanda mən görməmişəm heç halda. Sizə halal olsun. Həqiqətən də mən belə bir komanda görməmişəm. Super və əla komandadır. Amma Əshab-ı Kəhf serialını zəhmət olmasa səsləndirin. Ay Allah sənin evin tiksin. Bəs mən də sənə onu deyirəm ki, Əshab-ı Kəhf serialı möhtəşəm serialdır.